Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammed və alihi tahirin. Bu 8-ci dərsidir ki, xidmətinizdəyik. Keçən dərslərdə oxuduq və öyrəşdik ki, bir hərflər vardılar, yazılarlar Quranda, amma oxunmazlar. Bildik ki, bunlar çox rahatdır, bunları tanıyaq hangi hərflərdir. O hərflər ki, üstündə hərəkə yoxudur, bunları oxumayacaq. Amma bu 8-ci dərsi də istəyirik oxuyaq o hərflər ki, Quranda yazılmırlar, amma oxunurlar. O hərflər ki, yazılmır, amma oxunur. 3 dənə hərfimiz var. Əlif, vav, ya. Bu 3 dənə hərf bəzi yerlərdə yazılmırlar, amma oxunurlar. Əlif, vav, ya. Bu 3 dənə hərflərin içində 2 dənə hərf vav ilə ya çoxdular. Çox yerdə gəlirlər ki, yazılmırlar, amma oxunurlar. Əlif az yerlərdə gəlir ki, yazılmıyor, amma oxuna. Məsələn, baxsaq, tər-a. Amma həqiqətdə bu təraadır. Yəni, radan sonra bir ayrı a var ki, yazılmayıb, amma oxunur. Baxaq, ba-o. Yazılıb ba-o. Amma həqiqətdə odan sonra bir dənə vav var ki, yazılmayıb. Yəni, bu cürdür. Ba-u. Nəbiyyen. Yazılıb nəbiyyen. Amma həqiqətdə bir dənə ya, bu yadan sonra vardır. 2 ya bir-birinin kənarında var, bir-birinin dibində var ki, biri yazılmayıb. Nəbiyyen yazılıb, oxunanda oxuyarıq. Nəbiyyin. Diqqət eləyə. Təra-a. O həqiqətdə o əlifi ki, görürsünüz, yaşıl rəngi ilə göyüşüb, yazılıbdır. O yazılmayıb, amma oxunur. Təra-a. Ba-u. O vav ki, görürsünüz orada, yaşıl rəngi ilə yazılıb. Həqiqətdə budur ki, yazılmır, amma oxunur. Ba-u. Ba-o yazılır, amma ba-u oxunur. Nəbiyyin. Diqqət eləyə. Nəbiyyin yazılır, amma oxunanda nəbiyyin yazılır. Diqqət eləsəz, indi görək Quranda biz hardan bilək ki, burada əlif, vav, ya yazılıb, amma oxunmur. Hardan bilək? Quranı açsaq, görərik ki, Osman Taha xəttində, ya o birisi xəttilərdə məmulən xırda balaca əliflər ilə, xırda balaca vavlar ilə göstəriblər ki, burada bir dənə vav var, çox xırda yazarlar ki, var, amma oxunmur. Təra-a, görürsünüz, radan sonra əlif yazmayıb, amma bir xırda əlif qoyubdur ki, göstərir ki, bu da bir əlif oxunacaq ki, yazılmayıb. Ba-udan sonra vav yoxdur, amma bir dənə xırda bir çiçik vav qoyub ki, istəyir desin ki, burada vav yazılmayıb, amma oxunsun. Ya nəbiyyində baxsaq, ya. Bir dənə xırda ya qoyubdur aşağıya ki, görsəsin ki, burada bir izafə ya var ki, gərək oxunsun. Vav, ya. Dedik ki, 3 dənə hərf əlif, vav, ya. Bunların içində vav ilə yadılar ki, çox yerdə yazılmır, amma oxunur.
misallarına baxaq, örgəşək. Ta Quranda gördük, bunları tanıyaq. Baxaq. Vav ilə ya ha zəmirində ki, görürsünüz, ha zəmirində çox gələr. Ha zəmirindən sonra vav, ya gələr. Yazılmaz, amma oxunar. Diqqət eləyək. Məsələn, ləhu, ləhu, yazılır ləhu. Ondan sonra bir xırdaca, bir bala, çiçik vav da yazılır ki, istəyir desin ki, ləhu oxuma, oxu ləhu. Ləhu oxuma, oxu ləhu. Ənəhu oxumayacaq, deyəcək ənəhu, ənəhu. Rabbuhu, ma'ahu. Bəs görük bir dənə balaca vav, bir çiçik vav qoyub, ta desin ki, bunun axırı u oxunur. Ləhu, ənəhu, rabbuhu, ma'ahu. O birisi misallara baxaq. Ya misallarıdır. Bihi, behi oxumuruq, behi. Bihi, liqavmihi oxumuruq. Bir çiçik ya qoyub oya, ta bücür oxuyaq. Liqavmihi, liqavmihi, min dunihi, min dunihi. Quranda da baxsaq, bunun taylarını görərik. Bəs bildik ki, əlif, vav, ya bəzi vaxtlar yazılmazlar, amma oxunarlar. Bunlara hardan tanıyaq? Çox rahatdır. Quranda, Osman Taha xəttində, ya o birisi xəttlərində bu 3 dənə hərfi ki, yazılmayıb, amma oxunacaq, bir zıqqılı bunu, bir balaca, bir çiçik surətdə, çiçik nəhvdə bunları yazıbdır. Əlifi çiçik yazıb, vav, yəni çiçik yazıbdır. Görsəsin ki, burada əlif var, vav var, ya var. Yazılmayıb, amma oxunacaq. İndi diqqət eləsə, Qul Huvallah'da bir nümunəsi, Tohid surəsində bunun nümunəsi vardır. Axır ayəsində وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٍ Ləhu yazılır. Amma ləhu oxunur. Ləhu. Axırda bir vav varıdır, amma yazılmır. Amma bu cür istəyirlər, görsəsinlər ki, burada vav vardır, bir xırdaca, bir balaca vav oya yazıblar ki, biz bilək ki, burada ləhu oxuyacaq, nə ləhu. Qul Huvallah surəsinin, Tohid surəsinin bu əhəmlikdə oxusaq, biz oxuyacaq. Əuzu billahi minəşşeytanirracim. Siz də çalışasınız ki, mənlə bircə bu Qur'anı oxuyasınız, məndən sonra yavaş-yavaş, aram-aram dilinizdə deyəsiz ki, diliz adət eləyə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus-samad. Lem yelid ve lem yulad. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٍ صدق الله العلي العظيم. وَلَمْ يَكُنْ لَهُ Diqqət elədik. O birisi surəyə baxaq. Huməzə surəsində 3-cü ayəyə baxsaq, Ənə mə ləhu yazılıb. Ənə mə ləhu. Amma bir dənə balaca vav qoyub ki, görsəsin ki, mə ləhudur. Görürsünüz ki, burada ha zəmir ki vardı, ha zəmiri, yəni o. Ma ləhu, yəni onun malı. Bu ho zəmirdən sonradır ki, vav ya yazılmır, amma oxunur. Bəs diqqət eləməliyik ki, bu ha zəmirdən sonradır çox. O yerləri ki, hərf yazılmır, amma oxunur. Zəmir ha zəmirin üstündə o olsa,
zəmmə olsa, ondan sonra vav oxunar. Zəmir, ha zəmirin hərəkəsi olsa, kəsrə olsa, bir dənə ondan sonra ya oxunar. Mə ləhu. Oxuyaq bu surəni. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Veylun likulli humazatin lumazah. Ellezî cema'a mâlen ve addedah. يحسب أن ماله أخلده يحسب أن ماله أخلده كلا لينبذن في الحطمة وما أدراك ما الحطمة نار الله الموقدة التي تطلع على الأفئدة. Sadaqallah. Bu surə o sözbaz adamların mövridində gəlib ki, tərcüməsinə, mənasına inşallah baxarıq və istifadə eləyərik. Bəs görürük ki, bu dərsi də çox rahatdır, çox sadədir. Əlif, vav, ya bəzi yerlərdə gəlməzlər, amma oxunarlar ki, bu əlif çox az Quranda gəlib, yazılmıyor, amma oxuna. Çoxu vav ilə yadır. Vav və ya hərfi də çoxlu zəmir, ha zəmirdən sonra gələnlərdir. Ha zəmirdən sonra vav və ya bəzən oxunar ki, yazılmayıb. Quranlarda istəyirlər bizə görsədələr ki, hayda oxunacaq bir balaca ya vav qoyublar, tabi biz görək ki, bu da vav və yanı oxuyacaq. İnşallah ki, neçə dərsidən sonra eləyə biləcək, Qurana baxdıq, oxuya bilək. Bu deyilib ki, bu sözlər deyilib ki, Qurana baxmaq gözün oxumaqlığı bir dənə elmidir. İkinci elm budur ki, ikinci işimiz budur ki, biz Qur'anı oxuyaq, aram-aram ya qulaq asaq tərtilə, qarıların tərtillərinə ki, oxuyurlar, qulaq asaq hər gün, Həmd surəsinə ya axırda balaca surələr var, bunlara qulaq asaq, bunlarla bahəmlikdə oxuyaq, ta dilimiz açılsın. Bəs gözümüzün elmi budur ki, bilək nəcür yazılıb, nəcür oxunur, dilimizin də elmi budur ki, qəşəh qulaq asaq və dilimizlə oxuyaq. Ta eləyə bilək ki, qarılara tay, rəvan, rahat, sadə Qur'anı oxuya bilək. Qur'an ki, Allahın kitabıdır. Allahdan istəyirik ki, bizə tövfiq versin. Bu göydən Peyğəmbərimizə nazil olan ayələri rahat oxuyaq, mənasına fikirləşək, təəqqül eləyək və